Bəli, son 2 həftə ərzində Cəlilabadda 3 sakini ilan sancdığı haqda xəbər vermişik. Görünür, hələ ki sürünənlər Cəlilabadda itkisiz irəliləyir. Havaların isinməsi ilanları cuşa gətirib və hətta paytaxtın mərkəzində belə hərəkətə keçiblər. 4-cü mərtəbəyə qədər qalxıb 60 yaşlı qadına hücum etmək istəyən ilanı Bakı sakinləri bağışlamayıb. Bir sözlə, ilanların ilk itkisi Bakıdan gəldi. Şəhər həyatı üçün ənənəvi olmayan, təəccüblü və eyni zamanda təhlükəli bir hadisə baş verib. Yasamal rayonu Zahid Xəlilov küçəsi, ev 17, mənzil 29-dan ilan tapılıb. İlanın hücumuna məruz qalan isə 4-cü mərtəbədəki mənzilin sahibi 60 yaşlı Rita Olşevskaya olub. Pəncərə açıq idi. Bağlamaq üçün yaxınlaşıb oradakı əşyaları götürmək istəyəndə baxdım ki, ilan qıvrılıb yatıb. Çox qorxdum. Çıxıb qonşuları köməyə səslədim. Qonşuların köməyi ilə ilan evdən çıxarılır. Amma onu zərərsizləşdirmək o qədər də asan başa gəlmir. Evdən çıxan ilan dəhlizdəki dəmir dolabın altında gizlənir. Çətinliklə də olsa taxta parçası ilə dolabdan çıxarılan ilan öldürülür. Sakinlərin dediyinə görə birinci dəfədir belə bir hadisə baş verir. Onlar ehtimal edirlər ki, ilan yaxınlıqdakı qəbirstanlıqdan gələ bilər. Amma uzunluğu təxminən 1 metrə yaxın olan və Qafqaz gürzəsinə bənzəyən ilanın 4-cü mərtəbəyə necə çıxması və evə necə daxil olması müəmmalı olaraq qalır. Amma əsas odur ki, 60 yaşlı qadının və gənc qızın bəxti gətirir. Zülfüqar Xeyirxəbər, Namiq Abdullayev, Space.